Uşaqlar, biz bu günə qədər trayektoriyanın düz xəttli formasından danışırdıq. Ümumiyyətlə demişdik ki, trayektoriya iki növü var: düz xəttli, əyri xəttli. Çevrəyə qədər biz düz xəttli trayektoriyadan danışırdıq. Artıq əyri xəttli trayektoriyadan danışacağıq. Demişdik ki, trayektoriyası əyri xəttli olana deyirdik ki, əyri xəttli trayektoriya. Əyri xəttli trayektoriyada da ən sadə hərəkət növü çevrədir. Yəni çevrə üzrə hərəkətdir. Bildiyimiz çevrə üzrə hərəkət ən sadə hərəkət növüdür. Əyri xəttli hərəkətdə biz sürəti modulunu dəyişdirmirik. Dəyişə bilər. Necə dəyişə bilir? Sürətin hansı halından danışacağıq? Sabit qalan halından danışacağıq. Normalda biz demişik ki, düz xəttli bərabər sürətli hərəkət ya da düz xəttli bərabər təcilli. Orada da sürət dəyişirdi. Biz deyəcəyik ki, burada sürətimiz sabit qaldığı üçün yenə bərabər sürətli deyəcəyik. Amma sürətin nəyi sabit qalır? Qiyməti həmişə sabit qalacaq. Sürət hər yerdə eyni, elə ki, burada 5-dirsə, burada da 5 olacaq, burada da 5 olacaq. Sadəcə burada artıq sürətin istiqamətləri dəyişdiyi üçün artıq demişdik ki, biz düz xəttli bərabər sürətli hərəkətdə qiyməti və istiqaməti də dəyişməməlidir. Lakin burada qiymət dəyişməyib, istiqamət dəyişdiyi üçün mənim sürətim sabit sayılmayacaq. Sürətin modulu sabit sayılacaq. Ona görə çevrə üzrə bərabər sürətli çevrə üzrə hərəkətli sürətdə baxanda adını bu şəkildə deyəcəyik. Sürətin modulu sabit qalan çevrə üzrə hərəkətə çevrə üzrə bərabər sürətli hərəkət. Bayaqdan düz xəttli bərabər sürətli hərəkət deyirdik. İndi artıq çevrə üzrə bərabər sürətli hərəkət deyəcəyik. Aydındır bura qədər. Düşünürəm ki, aydındır, səs gəlmədi. Yaxşı, davamını danışıram. Çevrədə bizə lazım olan əsas anlayışlardan biri, biz 3 dənə, 4 dənə əsas anlayışdan danışacağıq. Dövr etmə periodu, dövr etmə tezliyi, dönmə bucağı, bucaq sürəti anlayışlarından. Birinci danışırıq dövr etmə periyodundan. Nədir dövr etmə periyodu? Dövr etmə periyodundan danışanda, ümumiyyətlə burada bir çevrə şəkli var, görürsünüz də. K cismidir. Cisim K nöqtəsindən başlayır sağa əqrəbi istiqamətində hərəkətə və topun yerlərindən keçərək təzədən gəlib K nöqtəsinə də gələ bilər. Ümumiyyətlə, cisimimiz K nöqtəsindən başlayıb. Təzədən, yenidən yəni K nöqtəsinə qayıtdığı zamana, bir dəfə, amma bir tam dövrünə mən deyəcəm periyodu. Yəni, buradakı zamana deyirəm periyod. Periyodun tərifində də deyilir. Cismin tam bir dövr etməsi üçün sərf etdiyi zamana deyilir dövr etmə periyodu. Böyük T ilə işarə olunur. Zamanın dövrlərin sayına nisbətinə bərabərdir. Sayına nisbətinə bərabərdir. T bölünsün N-dir. Aydındır bura qədər. Uşaqlar, səsiniz gəlmir. Ya mənim səsim gəlmir, yoxsa necə? Uşaqlar. Yenə nəsə oldu bunlara. Dövr etmə periyodu böyük T hərfi ilə işarə olunur. Vahidi də saniyədir. Sonra keçirik tezliyə. Nədir tezlik? Tezlik isə dövr etmə periyodunun tərsidir. Tezlikdə artıq 1 saniyə, vahid saniyə zamanda, yəni 1 saniyə də deyə bilərik, vahid zamanda dövrlərin sayına bərabər olan fiziki kəmiyyətdir. Kiçik N-dən işarə olunur, dövrlərin sayına, yəni böyük N-in zamana olan nisbətinə deyilir. Bərabərdir. Buradan, yəni 1 saniyədə nə qədər dövr edir? Burada kiçik N tezlik dövrlərin sayına bərabər olacaq. Bu deməkdir. Sonra gəlir tezliyin vahidini çıxardanda bilirsiniz də sayın vahidi yoxdur. Periyodun da vahidi, zamanın da vahidi var. O da edir 1 bölünsün saniyə ya da ki saniyə üstü -1 kimi yaza bilirik. Görürük ki bunu hətta biraz yaxınlaşdırım bu hissəsini.
N nəyə bərabərdir? Böyüyün bölünsün T. Periyod nəyə bərabərdir? Zaman bölünsün N. Yəni bir-birinin tərsidir. Onda rahatlıqla deyə bilərəm ki, tezliklə periyod bir-birinin tərsidir. Yəni qarşılıqlı tərs cəmiyyətlərdir. Ümumiyyətlə mən bunların asılılıq qrafikini quranda lap periyod və tezlik nədən asılıdır desəm, periyod və yaxud da ki, tezlik nə zamandan asılıdır, nə də saydan asılıdır. Nədən asılıdır? Bir-birlərindən asılıdır. Necə asılıdır? Tərs asılıdır. Sonra gəlib burada biz bilirsiniz də saat da, saatın əqrəbi də çevrə üzrə hərəkət edir də. Dəqiqə əqrəbi də, saniyə əqrəbi də. Yəni bunlar periodik hərəkət edir. O zaman mən artıq saniyə əqrəbin perioduna baxa bilərəm. Yəni bu mənim saatımdırsa, bu saniyə əqrəbimdirsə, saniyə əqrəbi bir tam dövrü nə zaman edir? 60 saniyədə, 1 dəqiqədə ya da 1/60 saatda. Sonra gəlir dəqiqə əqrəbi. Dəqiqə əqrəbi 60 dəqiqədə bir dövr eləyir. Sonra 1 saatda və yaxud ki 3600 saniyədə bir dövr eləyir. Sonra saatın saat əqrəbi 12 saatda 720 dəqiqədə. Bir də yerin öz oxu ətrafında fırlanmasından o da periodik hərəkət olduğu üçün neyinir? Çevrə üzrə hərəkətdir də. O da 1 sutqa ərzində tam dövr eləyir. 24 saatda 1440 dəqiqədə tam dövr etmiş olur. Bura qədər aydın olmayan nəsə var? Səsiniz çıxmır. Bilməm niyə. Yox, müəllimə. Aydındır mı hər şey, Həlimə? Hə. Yaxşı. Keçək. Buradan çevrəni yaxınlaşdıracağım. Aha. Gəlir çevrədə yol anlayışına. Ümumiyyətlə, mən cismin getdiyi yolu tapmaq istəyirəmsə, ya da ki, belə deyim, nə qədər döndüyünü tapmaq istəyirəmsə, belə deyim, çevrə üzrə hərəkətdir. K nöqtəsindən B nöqtəsinə gələndə 2 dənə anlayışdan danışacağam. Bir, burada K nöqtəsi ilə B nöqtəsi arasında bir qövs var. Mən buna L deyirəm. Bir çevrənin radiusu var L. Bir də bucağı var. K-dan B-yə gedəndə nə qədər döndüyünə. Mən buna fi deyirəm. Dönmə bucağı deyəcəm. İndi danışacağıq onunla. Mən ümumiyyətlə K-dan B-yə getmə zaman asılılığından danışsam, burada 2 dənə asılılıqdan danışacağam. Fi T-dən, ümumiyyətlə fi T deyəndə mötərizədə, yəni fi bölünsün T deməkdir bu. Mötərizənin içində yazıbsa. Ya da L T-dən danışacağam. Yəni L bölünsün T-dən. Mən L bölünsün T ilə nəyi tapa bilərəm? Sürəti tapa bilərəm. Da cisim K-dan B-yə nə qədər dönə bilər? Bir də əsas biz danışacağıq indi. Fi bölünsün T-dən. Ondan öncə fi nədir? Ondan danışaq. Fi burada, mən fiyə deyirəm radian. Radian deyəndə dönmə bucağı. K nöqtəsindən B nöqtəsinə nə qədər dönüb onu tapmaq deməkdir. Fi radiandan işarə olunur. Vahidi radiandır. Nə deməkdir? Ümumiyyətlə, dönmə bucağı nəyə deyilir? Dönmə bucağını tapmaq üçün fiini. Qövsün uzunluğunu bölürsən radiusun uzunluğuna. Eli bölürsən eli. Mən buna deyirəm dönmə bucağı. Dönmə bucağının düsturu bu olur. Yəni birinci, daha doğrusu bayaqdan 3 düstur gördünüz. Bu olur hətta 4-cü düsturdur. Çevrədə düsturlardan çox istifadə edəcəyik. Düsturlardır daha çox. Əzbər bilin düsturları, gerisi gələcək. Zaten düsturları biləndən sonra da qrafikləri rahat quracaqsınız. Sonra nə gəlir? Fi'nin radianı tapdım, düsturunu da tapdım, dönmə bucağını. Sonra gəlir radiana. Ümumiyyətlə, mənim bir radianım nə vaxt? Vahid, BC-də əsas vahidi radiandır. Mən keçim səhifənin bu tərəfinə. Aha, burada. Deyir ki, bir radian elə mərkəzi bucağa deyilir ki, onun qövsünün uzunluğu radiusə bərabər olsun. L-ə bərabər olsun. Yəni, bu deməkdir ki, fi, L yazıram, fi bərabərdir 1 radian o zaman olur ki, döndərdim ha bu qövs L.
Bu el buradakı erə bərabər olsun. El bərabərdir erə. Bu da nə zaman olur? Fi 60 dərəcə olanda. Bu dərəcədir də, bilirsiniz. Fi 60 dərəcə olanda ya da ki pi bölünsün 3 kimi də qarşınıza çıxacaq. Pi bilirsiniz də 180 dərəcə deməkdir. Maksimum neçə dərəcə dönə bilər? 360 dərəcə, yəni 2 pi qədər. O dedir 360 dərəcə. Sonra gəlib nədən danışırıq? Gəlir, dönmə bucağından. Bunu silim, siz yaxınlaşdırarsınız. Gəlir dönmə bucağında. Mən bir dənə bunu bəlkə tərs, nəsə bu dəfə getdi, gələn dəfə bilmirəm. Nədir? Dönmə bucağının sürətindən danışacağıq. Bucaq sürətindən. Nədir bucaq sürəti? Bucaq sürəti dönmə bucağının, yəni finin bu dönməyə sərf olunan zamanın nisbətinə bərabərdir. Omega ilə işarə olunur. Vahidi, finin vahidi nə tapmışıq? Radian. Zamanın da vahidi saniyədir. Vahidi də radian bölünsün saniyədir. Fi, daha doğrusu fi deyirəm. Sonra gəlir, nədən danışırdıq? Omeganın vahidini dedik. Dönmə bucağın vahidini dedik. Gəlirik bucaq sürətinin nədən asılı olduğundan danışaq. Buradan fi'ni tapırlar düsturla. Eyni bu düsturda. Fi bərabərdir omega t. Ümumiyyətlə bucaq sürəti zamandan asılı deyil. Sabit kəmiyyətdir. Yəni zamandan asılı olmadığı üçün. O zaman mən buradan omegam sabit olduğu üçün bu dönmə bucağımın zamandan necə asılıdır? Düz asılıdır. Buradan göstərə bilərəm. Sonra gəlib belə bir şərtlə qarşımıza çıxır. Ümumiyyətlə bura qədər hər şey aydındır. Bəli. Əla. Gəl indi bunu düsturu yaxınlaşırım. Yanında da bir dənə çevirəcək. Bir dənə belə çevirəcək. Bu olsun mən çevirəm. Əla. Bax, tutaq ki, mənim cismim, rəngini dəyişdirim. Cismim burada A nöqtəsindədir. Mənim omegam, yəni bucaq sürətimin düsturu fi bölünsün t'dir. Yəni bu dərəcəm, bu fim. Bu da A nöqtəsindən B nöqtəsinə getdiyi yol, zaman t'dir. Deyir ki, mən A nöqtəsindən gəlim, elə təzədən A nöqtəsinə qayıdım. O zaman mənim bucağım neçə dərəcə dönmüş olacaq? 360 dərəcə. Yəni fim nəyə bərabər olacaq? 2 pi'yə. Getdiyim zaman, yəni bu zamanım, T'm nəyə bərabər olacaq? Ümumi periyoda da. O zaman deyirəm T'də periyoda bərabər olur. O zaman mən rahatlıqla gətirib burada fi'nin yerinə 2 pi, T'nin yerinə də periyod yaza bilərəmmi? O zaman mənim yeni bir düsturum çıxır ortalığa. Buradan mən görürəm ki, omeganın bir düsturunu çıxartmışam ki, pi bölünsün, fi bölünsün 2. İkinci bir düstur 2 pi bölünsün t. Üçüncü düsturu necə tapa bilərəm? Demişdik ki, 1 bölünsün t nəyə bərabərdir? Tezliyə. Burada da 1 bölünsün t yoxdur. Mən onu bərabər edirəm tezliyə. Gətirib burada üçüncü düsturumu çıxardıram ki, 2 pi n. Sonra hətta n'in də yerinə, bu rəngdən heç hoşum gəlmədi, dəyişim. N'in də yerinə yazaram nə? N'in düsturu nədir? Say bölünsün zaman. N bölünsün t'ni yazaram. Getirib, daha doğrusu 4-cü düsturumu çıxartmış olaram. Omeganın mən artıq neçə düsturunu çıxartdım? 1, 2, 3, 4 dənə düsturunu çıxartmış oldum. Bunların hamısını bir-bir sizdən soruşacağım. Başa düşdünüz? Yəni, hamısını əvəzləməklə gətirdim, yerinə qoydum, çıxartdım. Sonra mən gətirib nə edərəm? Buradan artıq düsturlar çıxartmışam da, asılılıqlara baxaram. Ümumiyyətlə, nəyinsə, hansısa bir qrafikdə asılılıq qrafiki qururamsa əgər, birinci nəyə baxmalısınız uşaqlar? Sabit olan kəmiyyətimiz varmı? Bax, tuturam ki, mən omeganın t'dən, periyoddan asılılıq qrafikini qurmaq istəyirəm. Baxıram, 2 zaten sabitdir, pi də zaten sabit kəmiyyətdir. Mən artıq rahatlıqla asılılıq qrafikini qura bilirəm.
Ümumiyyətlə kəsirin altındakı kəmiyyətlə bərabərliyin solundakı kəmiyyət əgər kəsirin altındadırsa tərs mütənasib olmalıdır. Çünki bu artanda bu azalmalıdır axı. O zaman mən omeqanın T-dən asılılıq qrafikini qururamsa deyirəm ki, tərs asılıdır. Sonra mən keçirəm ikinci düstura. Bu düstura, 2πn düsturuna. Buradan artıq omega ilə n-in düsturunu qura bilirəm, kiçik n-in tezliyini. Görürəm ki, necə asılıdır? Düz asılıdır. Omega artanda n də artır. O zaman deyirəm ki, düz asılıdır. Sonra deyirəm ki, mənim omegam zamandan asılı olmadığı üçün heç saydan da asılı deyil. Saydan necə asılıdır? Asılı deyil, sabitdir. Aydındır bura qədər? Hə. Sonra keçək digər səhifəyə. Burada sonra bir dənə asılıdır. Mən keçən həmişə deyirdim sizə. 2 dənə kəmiyyət bir-birinə hasili vurursa A bərabərdir tutaq deyirdik BC. B-nin C-dən asılılıq qrafiki varsa, fiqurun altında qalan sahə nəyi verirdi bizə? A-nı. Biz də bayaqdan nə görürük? Fi bərabərdir omega T düsturumuz var. Omeganın T-dən asılılıq qrafikini əgər versə, bu şəkildə də verə bilər. Hətta bəzən məsələlərdə, misallarda bu şəkildə də verə bilər. O dəyişmiş ola bilər. Biz indi deyirik ki, sabitdir. Amma bu şəkildə də verə bilər bizə. Mən bu qrafikin altında qalan sahəni tapmaqla nəyi tapmış oluram? Dönmə bucağını tapmış oluram. Bu olur mənim bir dərsim. İndi keçirəm digər dərsə. Burada yenə gəlmədi, hə? Axırıca. Yaxşı. Sonra davamına xətti sürətdən danışacağıq. Xətti sürət bildiyimiz sürətdir. Amma niyə ona xətti sürət deyilir? Çünki çevrə üzrə sürətdən danışdığımız üçün. Ümumiyyətlə deyir ki, bax, cismin çevrə üzrə hərəkət sürətinə xətti sürət deyilir. Yəni, mən buradakı sürətə adi sürət demirəm, adını qoyuram xətti sürət ki, fərqlənsin. Xətti sürət verilmiş radius boyunca çevrəyə toxunan istiqamətdə, yəni bu xəttin üzərində və hansı istiqamətdə fırlanır? Sadə əqrəb istiqamətində, bir də sadə əqrəbin əksi istiqamətində. Ümumiyyətlə, çevrə anlayışında biz bu sadə əqrəb istiqaməti, sadə əqrəbin əksi istiqaməti söhbətindən çox istifadə edəcəyik. Burada görürük, birincidə görürük çevrə sadə əqrəbidir, ikincidə görürük sadə əqrəbinin əksi istiqamətini. Görürəm ki, bu şəkildə fırlanır da bu. O zaman deyirəm ki, bu nöqtədən də götürsəm çevrəyə toxunan istiqamətində sadə fırlanmalıdır. Yəni yerləşilməlidir V-nin istiqaməti. Sürət modulda sabit qalır. Yəni hər tərəfdə qiyməti V-dir, amma istiqamətcə dəyişdiyi üçün neyinir? Mən artıq sürət dəyişməm fərqli olacaq. Onu da indi təcildə keçəcəyik. Hələ ki təcildə keçmirəm. Sonra gəlirəm xətti sürətin düsturuna. Ümumiyyətlə V-nin sabit olduğu üçün buradan artıq sabit sürət düsturlarından istifadə edəcəyik. V bərabərdir. Gedilən yol bölünsün zaman. Eləmi? Mən indi yenə bax çıxartmışdım düsturları. Bayaqlar. İndi yenə ondan danışacağım. Tutaq ki, bunu silim. Bir dənə çevrə yenə çəkim. Aha, çəkəmədim. Aha. Bu olsun mənim çevrəm. Aha. Mən başlayıram A nöqtəsindəyəm. Eləmi? Bunu hətta mavi edeyim. Aha. A nöqtəsindəyəm. Başlayıram hərəkətə. Özdə çevrə və sadə əqrəb istiqamətində hərəkətə başlayıram. Eləmi? Toxunan istiqamətdə V-ni çəkirəm. Bu cisim gəlib deyir ki, düsturum nədir? El bölünsün T-də. Desə ki, A nöqtəsindən gəlib A nöqtəsinə də qayıdır. O zaman ümumiyyətlə çevrənin uzunluq düsturu uzunluğu L-dir. Uzunluq düsturu nədir? 2πr deyil. O zaman bunun getdiyi yol nəyə bərabər olacaq? Bu çevrənin uzunluğu qədər, yəni 2πr-ə. Zaman nəyə bərabər olacaq? Tam bir period getdiyi üçün zamanımız T-yə bərabər olacaq. O zaman gətirib L-in yerinə 2πr, zamanın yerinə də T period yaza bilərəm. Sonra yenə gətirərəm. 1 bölünsün T nəyə bərabərdir? N-ə. Gətirib yerinə qoyaram. 2πr N yazaram. Sonra N-in düsturu nədir?
böyük n bölünsün t gətirib yenə yerinə qoyub artıq sürətin də neçə düsturunu almış olaram? 1, 2, 3, 4 dənə düsturunu almış olaram. Bunların hamısını bir-bir soruşacağım, yazasınız. Yaxşımı uşaqlar? Sonra çevrənin düsturlarını, xətti sürətin düsturlarını çıxartdım. İndi istəyirəm ki, nəyi çıxardım? Xətti sürətin asılıq qrafikini. Yenə bax düsturlardan. Bax burada görürəm ki, bir dənə bunu yaxınlaşdırım. Bax burada. Mən istəyirəm ki, V-nin T-dən asılıq qrafikini qoyuram. Amma görürəm ki, 2pi düzdür, dəyişməyən kəmiyyətə. Amma radiusum dəyişə bilər də, radiusu artırıb azalda bilərəm. Ona görə də mən üçüncü bir dəyişən varsa düsturumda, onlardan birini həmişə sabit götürməliyəm. Yəni, sabit götürüb sonra asılıq qrafiklərimi qurmalıyam. İndi burada da, məsəl üçün, V-nin T-dən asılığın, sürətin perioddan asılığın qrafikini quramsa, mütləq deməliyəm ki, R konstantdır. R sabitdir, dəyişmir. O zaman rahatlıqla görürəm ki, tərs asılıdır, deyirəm ki, tərs asılıdır. Bax, burada ikinci bir düstura baxaram. Aha, bunu belə eləyim. Burada isə gətirib nə edərəm? Yenə deyirəm ki, R bu düstura baxanda nə görürəm ki, R də var, N də var da, dəyişəndir bunlar. Deyirəm yenə R konstant, R dəyişmir, radiusu dəyişdirmədən. Sürətim artanda tezliyim də nə etməlidir? Artmalıdır. Qrafikim necə olacaq? Düz. Sonra gəlib digərinə baxıram. Artıq burada bax, 2 dənə düsturum vardı. R-dən asılılığına baxmaq istəyir. R-dən asılılığına baxmaq istəyirsə, artıq nəyə baxacaq? Bax, 2 düsturda da ya periodu sabit saxlamalıdır, ya da tezliyi sabit saxlamalıdır. Ya N konstant deməlidir, ya da T konstant deməlidir. İkisində də görürəm ki, sürət radiusdan necə asılıdır? Düz asılıdır. Deyirəm ki, düz asılıdır. Aydındır bura qədər hər şey? Mənim. Yaxşı. Sonra digər səhifəyə keçək. Mən bayaqdan omeqanın sürət düsturunu yazıram. Deyirəm ki, qırmızı eləyim. Omega nəyə bərabər idi? 2pi bölünsün t-yə və yaxud da ki, 2pi n-ə, eləmi? Sürətin də düsturunu, məsələn, bir düsturunu almışam ki, 2pi r bölünsün t. Gətirib buradakı 2pi'nin yerinə, bu 2pi'nin yerinə omega yaza bilərəm. O zaman mənim yeni bir düsturum V bərabərdir omega r deyə bilərəm də o zaman. Artıq mənim neçənci düsturum oldu? 5-ci düsturum çıxdı. Hətta ki, V bərabərdir. Axırıncı düsturum olur? Omega r. Onun da asılıq qrafiklərini qurmaq istəsəm əgər, rahatlıqla deyirəm, əgər r konstantdırsa, bax, burada r-i sabit saxlayıram. V artanda omega da artacaq. Deyirəm, düz mütənasibasıdır. Amma omega konstantdır desəm, deyəcəm ki, nədir? R ilə V necə asılıdır? Yenə düz asılıdır. Gətirib bizə. Bir dəqiqə. Bunu belə eləyim. Aha. Belə eləyək. Buranı da silim. Deyə bilər ki, düsturu bu şəkildə salar. Deyər ki, omega dəyişsin. Omega bərabərdir V bölünsün R. Deyər ki, R-im sabit saxlayıram. Omega ilə R asılılığını götürürəm. V sabit olanda omega ilə də R görürəm ki, bax, kəsirin altında olduğu üçün biri artanda digəri azalmalıdır. Tərs asılıdır. Aydındır bu da. Sonra son bir halında başa salım, sonra saxlayıram, qalanı gələn dərs başa salacağım. Gəlir burada, aha. Tangens alfa məsələsi. Əgər bizə versələr, V-nin omegadan asılıq qrafikləri bu şəkildə. V nəyə bərabərdir? R nəyə bərabərdir? Desə ki, radiusları müqayisə elə. Eləmi? Omega verilsin V deyil. Bu da bizə nəyi verməlidir? Tangens alfanı. Deyərəm ki, eyni xəttin üzərində olanlar, eyni 1 ilə 2 bir-birinə bərabərdir. Çünki burada mən R-i sabit tutmuşam ki, bu qrafiki düz çəkə bilmişəm. 3 ilə 4 də sabitdir. Amma deyirəm ki, bucağı böyük olanın nəyi böyükdür? Radiusları böyükdür. Sonra gəlib bu tərəfə də baxa bilərəm.
Bu tərəfdə deyirəm, burada nə sabitdir ki, omega ilə r-dən asılı omega V bərabərdir, omega r-dir da. Çəkə bilmədim. Omega bərabərdir, V bölünsün r-dir da. Burada mən V-ni sabit götürmüşəm ki, omega ilə r asılılıq qrafikini tərs çəkə bilmişəm. Və bu qrafiklərin üzərində olan nöqtələr V-lər sabitdir. Amma görürəm ki, hansının qiyməti çoxdur? 3 ilə 4-ün qiyməti çoxdur. Deyirəm, 3 ilə 4-ün sürətləri daha çox böyükdür 1-dən 2-dən. Aydındır dərs. Müəllim. Dərsimiz bu qədər. Səhifə 30-a qədər çeviri üzrə hərəkətdə yol, yer dəyişmə, sürət. Yaxşı, bayaqdan siz danışırdınız, indi mən danışıram. Demək, sükunət vəziyyətindən 100% santimetrə metrə çevirməmsən. Bəli, 1200 yazmışam. 5 dəqiqəndə saniyə çevirməm. Onu çevirmişəm mən. Metrə çevirmişəm. 1200 yazmışam. Baxan kimi bilirəm o. Sonra 4. Düsturdan istifadə olunur. V0 sıfırdır. Sükunət vəziyyətində deyirəm. 5-ci dəqiqəsinin sonundakı sürəti istəyirsə, V bərabərdir AT-dən istifadə edir. Çevirməlisən, sonra bir-birinə vurmalısan, həll eləməlisən. Aydın müəllim. 6. 6. Belə eləyək. 6 hardadır? Burada. 6-ya baxaq. 6-da deyir ki, hərəkət tənliyini verib bizə. Təcilin proyeksiyasının zamandan asılılıq qrafikini çəkin deyir. Təcilimiz neçədir burada? Qiymət 2. 2-dir təcilimiz. Həlimə, səncə neçədir burada təcil? 4-dür. Bəli. 4-ü 2-yə bölüb 2 yazmışıq da ora. Təcil... Mən elə 2-ni yazmışam. Müsbət olduğu üçün A-nın T-dən asılılıq qrafiki bərabər təcilli hərəkət olduğu üçün 4-də sabit qoymalısınız. 8 səhvdir mən. Sonra 8-ə baxaq. Bunu silim. 8. Deyir, avtomobil yolun birinci yarısını 10 metr bölünsün saniyə sürətlə getmişdi. İkinci yarısında bu qədər sürətlə getmişdir. Avtomobilin yolda orta sürətini. Bunun hazır V ortanın düsturu var idi. Nə idi? V1 vuruz 2V1 V2 bölünsün V1 üstə gəl V2. Yerinə qoyub həll eləmək lazım idi. Bərabərdir. 2 vurulsun 10. Vurulsun 15. Bölünsün 25. İxtisar gedir 15 ilə 5. 25. Burada 5 qalır. Burada 3 qalır. Burada da 5 ilə 2 yuxarıda qalır. 4. Cavab olur 12. Mən bunu bir dənə köçdüm. Bu düsturu bilmirsən? Bax canım, alacam səni. Bunları bugün soruşmadım, amma gələn dəfə soruşacağım orta sürəti sizdən. Yazdın? Oldu. Bir dəqiqə. Silirəm. Silim? Bəli. Yaxşı, sonra 9 elə. 9-a baxaq, biraz qaldırım yuxarı. Aha. 9-da deyir, yolun birinci 3də 1 hissəsini 10 km bölünsün saatla, ikincini 3də 1 hissəsini 60-la, üçüncünü 30 km-lə getmişdirsə, avtomobillər bütün yolda orta sürət. Hamı belə bir şey, yolun bütün hissələri eynidir da. S-lərimiz eyni olanda düsturumuz nə idi? Yadınızdadır. V orta bərabər idi.
sayı neçə dənədir? 3 dənə. 3'ü bölürdük. 1 bölünsün V1'ə. Üstünə gəlirdik. 1 bölünsün V2'yə. O birisinin də üstünə gəlirdik. 1 bölünsün V3'ə. Bunlar hamısı düstur da. Sonra gətirib yerinə qoyurduq. 3 bölünsün. Zaten de görüm çevirmeye ehtiyac yoxdur. Birinci hesablayaq. Axırda çevirərik zalı. Amma deməyib nə ilə istəyir. 1 bölünsün 10. Üstə gəl 1 bölünsün 60. Üstə gəl 1 bölünsün 30. Bunu sadəcə hesablayacaqsınız uşaqlar. Burada eləyir 60'dan ortaq məxrəcə gedəndə 6. Burada deyir 60'dan 2. O deyir 60'dan 7, 8. Sonunda cevabımız bu olacaq. Yuxarıda 3'dür. 60 qalxır yuxarı. 8 də aşağıda qalır. İxtisar gedib bu şəkildə bir şeylər almalısınız. Hesaplamanı da özünüz edirsiniz. 60'da 9 eləmir orada. 60'da 1 də var idi. 6, 1, 2. Hə, 9 edir, düz deyirsən. Mən səhv hesaplamışam. İxtisar gedib, burada 3 qalır. Burada sonda da qalır 20. 20 kilometr bölünsün saatdə. Əgər metr bölünsün saniyə, əsasa deməyib nə ilə istəyir. 20 də yaza bilərsiniz. Metr bölünsün saat, saniyə ilə istəsə çevirə bilərsiniz. Metr bölünsün saniyə. Aydın mən. 10. Sileyim bunu. Bəli, anladım. Mən Sevirəm. yazamadım. Rekord eləyirəm, baxarsan. Mən necə? Baxdım da başa düşmədim. Başa düşmədin? Bizim əgər burada deyir yollar hamısı 3də 1-idir da. Eləmi? Yəni 3 dənə yolun, ümumi yolun bölüblər 3'ə. 3də 1-i buradır. Digər 3də 1-i buradır. Digər 3də 1-i də buradır. Birini 10'la gedib, birini 60'la, birində 30'la. Bizdə S-lərimiz eyni olanda hazır düsturumuz var idi. V orta bərabər idi. 3 bölünsün, yəni sayı nə qədərdirsə. 1 bölünsün V1, üstə gəl 1 bölünsün V2, üstə gəl 1 bölünsün V3. Gətirib sürətləri yerinə qoyub həll eləməlisin sadəcə. Bu hazır düsturdur. Başa düşdün indi? Hə, Hazır sən deyəndə mən biz onu çıxartmışdıq. Kitab dərsi izah eləyəndə çıxartmışdım. Amma son olaraq nəticə olaraq bu düsturu almışdıq. Sayın bölürdün sürətlərin tərsinin cəminə. Başa düşdün indi? Düsturları yerinə qoymağı başa düşdüm. Sadəcə hesab yerinə gələndə riyaziyyat. Hə, hesab yerində. Mən onu tez-tez hesabladım, yəqin ondan başa düşmədin. Mən burada hamısını 60'da elə bir ki riyaziyyat başa salacağıq. Nəysə eləyim. Ya açıq yazım görəcəksən. V orta bərabərdir. 3 bölünsün. 1 bölünsün. 10 deyil. Hamısını 60 olduğu üçün məxrəc 60'a gətirirəm. 60'da 6 yazıram. Üstünə gəlirəm. 60'da zaten 1'dir. Üstə gəlirəm. 30 olduğu üçün 2'yə vururam. 60'dan 2 eləyirəm. Rahat olsun. Axırda toplayanda yuxarıda 3 qalır. Aşağıda 9. 60'ı da qaldırıram yuxarı. 60'da aşağıda yuxarıda olur. İxtisar aparıb 20 alıram. Başa düşdün indi? Bu 9 hardan gəldi? 1, 2, 6. Hə, tamam. Başa düşdün? Tamam. Hə. Mən tez-tez hesablamağı öyrənmişəm deyənə. Ola bilər səhv-səhv eləyə bilər. Silirəm. Hə, tamam. Yaxşı. Sonra Buradan sonra yazdığım yoxdur mənim. Boş qoymuşam. məsələn, hansını yaza bilmədin? 11-dir, eləmi? 11. 11'ə baxdın? Bəli. Başa düşməm. Gəl yaxşı. Sənin üçün bir dənə baxaq görək niyə başa düşməmisən. Deyir x ox istiqamətində hərəkət edən sürətin proyeksiyasının zamandan asılı qrafik verilmişdir. 6 saniyə müddətində cismin orta sürətini tapın. Bilsən nə edərsən? Belə eləyərik də. Orta sürətin düsturu nədir? Ümumi yolun ümumi zamana nisbəti. Zamanımız zaten var. Ümumi zamanımız 6.
Bunu bilirik. Amma ümumi yolu bilmirik. Ümumi yolu tapmaq üçün VT qrafikinə baxacağıq. Necə baxacağıq? Demişdik ki, VT qrafikində fiqurun altında qalan sahə bizə nəyi verir? Gedilən yolu. Eləmi? Mən fiqurun sahəsi ilə S-i tapa bilərəm. Fiqurun sahəsində nə ilə taparam? Trapesiyanın sahəsidir də. S-i tapanda nə edəcəm? Trapesiyanın sahəsini tapacağam. Bir oturacağın uzunluğu 2-dən 5-ədir. Eləyir 3. Digər oturacaq 6. Bölünsün 2. Hündürlüyüm nədir? 20. Yox. Buradan tapıram ki 10, 90. Mən gedilən yolu 90 tapıram. Ümumi zamanım da 6. 90-ı bölürəm 6-ya, cavabımı tapmış olurum. Aydındır. Başa düşdün? Ümumi orta sürət deyəndə birinci ümumi yolu tapın, bir sonra da ümumi zamanı tapın. Necə yolla tapırsınız tapın. Axır tapdınızmı yolu zamanı. Rahatlıqla həll eləyə bilərsiniz. Bayaqki məsələdə də eyni şey eləyə bilərdik. Amma mən hazır düstur var deyəndə hazır düsturla getməyi tərcih etdim. Aydın mənim. Yazdım bunu. Yaxşı. Sonra gəl 12-yə baxaq. Hərəkət tənliyin verib dayandığı anda koordinatını hesablayın. X-i istəyir da. X-i istəyir. Bax, burada X-i istəyir. Necə tapa bilərik? Bəs bilmirik. T-ni bilmirik. Hansı zamanda dayandığını bilmirik. Eləmi? Bəli. Bizə məlum deyil. Amma deyir ki, cisim dayanıb. Yəni, bunun son sürəti 0 olub. Mən gətirib buradan sürətin tənliyini yaza bilərəm. V0 üstəgəl AT. Eləmi? Bunu bərabər edərəm 0-a. V0-ın qiymətini tapa bilərəm buradan tənlikdən. Bəli. Neçədir? 12, 0. Necə? 0 deyil. Yox. Hayır, mənfi 6 diyor, bağışlayın. Mənfi 6. Yaxşı, təcilüm neçədir? Təcil mənfi 12. Hayır, 1, 2 bağışlayın. 2. 2T deyirəm. Çünki zamanı bilmirəm. Bərabər eləyirəm 0-a, eləmi? Sonra buradan T-ni tapıram. Eləyirəm 2T bərabərdir 6-ya, T də bərabərdir 3-ə. Mən buradan tapıram ki, bu 3 saniyə, 3-cü saniyədə dayanacaq. Məndən nə istəyir? Koordinat. Gətirərəm bu tənlikdə. Bax, bu tənlikdə. Yerinə qoyub X-i taparam. 12, 21, 3-dür cavab. Bilmirəm nədir cavab. Hesablamaq lazımdır. 18-dən 12-ni çıxarsan, sonra da 9-dan da alınan cavabı 6-nı çıxarsan. Hə, 3-dür cavab. 18-dən 12-ni toplama. Hə. Nəysə. 13 eynisi də onun. Gətirib yerinə qoyursan Həlimə. Bax, T-nin yerinə 3 qoyursan, hesablayırsan, bu X-i tapırsan. Başa düşdün sən də? Həlimənin səsi çıxmır. Tam bəli də deyəmirəm. Bura ümumiyyətlə bu 3-ə qədər başa düşdüyün zamanımızı almağa. Başa düşmədinsə yenidən başa salın. Olar. Bax, bu mənim maşınımdır. Cisimimdir. Bu başlayıb bir nöqtədə. Tənliyini də verib ki, bu tənliklə hərəkət edir. Hərəkət tənliyi verib. Deyir ki, bir müddət sonra bu cisim gəlib dayanacaq. Dayananda bu cismin sürəti nədir? 0. Eləmi? Mənim əlimdə nəyim var? Buradan mən bu tənlikdən V0-ı tapa bilərəm. Görürəm ki, nədir? Çünki tənlik düsturum nə idi? Gəl bunu silim üstəki. Tənlik düsturum budur. X bərabərdir X0 üstəgəl V0T üstəgəl AT kvadratı bölünsün 2. Bunu bilirsənmi? Buradan artıq bilirəm ki, T-nin yanında olan nədir? V0. T kvadratın yanında olan da A bölünsün 2. V0 T-nin yanında olan nədir? Mənfi 6. T kvadratın yanında olan 1-dir. A bölünsün 2 1-ə bərabərsə təcilin də neçəyə bərabərdir? 2-yə. Bunu alandan sonra mənim gətirirəm sürətin düsturunu. Ani sürətin düsturu var ya, V0 üstəgəl AT. Onu qoyuram, onu yazıram. Deyirəm, bu cisim gedib dayanıb. Dayanıbsa bunun son sürəti nədir? 0. Eləmi? Gətirib yerinə qoyuram V0-ı. Mənfi 6, üstəgəl 2. Zamanı bilmirəm nə qədər dayanıb. Yazıram T. Amma bilirəm ki, bu deyib dayananda bunun son sürəti 0 olur. Belə bir tənliyi əldə edirəm.
Tənliyi sonra həll edib tapıram ki, mənim zamanım 3-cü saniyədə cismim dayandı. Bura qədər anlaşıldı. Bəli. Aha, bu mən 3 saniyəni tapandan sonra ki, bunu silirəm, bura mənə lazım deyil. Eləmi? Gətirib nə edirəm? Bu məndən soruşur ki, dayananda mənim koordinatımın harda dayanacaq bu cisim? Eləmi? Ona görə də bilirəm ki, 3 saniyə sonra dayanacaq. 3 saniyə sonra dayanırsa gətirib yerinə qoyuram da x-imi istəyir. 3-ün kvadratı 9, üstə gəl deyirəm. Çıxılsın, 6 vurulsun 3, üstə gəl 12. Buradan t-nin yerinə qoyuram. Sonra hesablayıb tapıram ki, 3-dür. Demək 3 nöqtəsində də dayanacaq. Başa düşdün indi? Hə. Əla. Yaxşı, sonra mən eləyirdim. Tamam. Sonra elə də deyirəm ki, elə bir işləyib qutarım. 14-ə baxaq. 13 də eyni 10 kimidir. 14-ə baxanda cismin proyeksiyasının zamandan asılıq qrafiyi vermişdir. Bu cismin yer dəyişməsinin proyeksiyasının zamandan asılıq qrafikini çəkməyəcəm, özün edib evdə işləyirsən. Bunu bir zəhmət get dərsi oxu. Qrafik dəyişmələrdə, yəni elə bir şey, bunun qrafikini S-ini çəkəcəksən də. Yəni burada elə bir şey yoxdur. 15-ə baxanda, gəlin 15-ə baxaq. X oxu üzrə hərəkət edən cismin koordinatının zamandan asılıq qrafik verilmişdir. V0 deyir 0-dır. 4-cü saniyə sonra cismin sürətini tapın. V-ni istəyir da. Mən burada nəyi taparam birinci? V-nin düsturu nədir? V0 üstə gəl AT. V0-ın bəllidir. T-im də bəllidir. Nəyim bəlli deyil? Təcilim. Təcilimi gətirib yerləşdirərəm. Heç inanın deyən görün. Ona da ehtiyac yoxdur. S-in düsturunu yazaram. S bərabərdir. Trapesiya düsturum var. V0 üstə gəl bölünsün 2, vurulsun T. Zamanım bəllidir. V0 bəllidir. V-im yoxdur. Amma nəyim bəllidir? Mənim buradan getdiyim yol bəllidir. Qrafik gərək yuxarıda çəkirdim. S bərabərdir. V0 üstə gəl T. Nəyim bəllidir? Getdiyim yol. 4 saniyədə bu hardan? 0-dan 64-ə gəlib. Yəni nə qədər yol gedib? 64 metr yol gedib. Eləmi? S-im 64-dür. Onu da yazaram 64 bərabərdir. V-ni bilmirəm. V0 0-dır gedir 0-a. Bölünsün 2, vurulsun 4. V-ni tap buradan. Başqa heç nə yoxdur. O da elədir 32. 32. Başa düşdü? Məncə başa düşdüm. Doqquz saniyə ərzində deyir, yer dəyişmənin proyeksiyasının modulunu, X yer dəyişmənin proyeksiyasının zamandan asılıq qrafikini. VT qrafikində demişdik ki, fiqurun altında qalan sahə nəyi verir bizə? Gedilən yolu. Fiqurun altında qalan sahə ilə gedilən yolu tapmalısan. Bu olur SX-in modulu. Sonra deyir, bunu tapandan sonra da deyir, yer dəyişmənin proyeksiyasını. Sonra da S-in T-dən asılıq qrafikini çəkmək lazımdır. Görürəm, 3 saniyədə bu cisim necə hərəkət edir? Ay Məhəmməd. 3 saniyədə bu cisim necə? Yavaşdır. Amma necə, hansı ox istiqamətində? X oxu. Onda qrafikim necə olacaq? Nə? Qrafikim necə çəkəcəm onda qrafik səncə? Parabola kimi. Bəs necə? Ağzı aşağı yoxsa yuxarı? Aşağı. Ay, sağ ol. X ox istiqamətində başlayıram. 3 saniyədə ağzı aşağı. Bu şəkildə deyirəm 3-cü saniyədə belə. Sonra necə hərəkət edir 3-dən 6-ya? Yavaşlayan, yeyinləşən. Yavaşlayan. Dəqiq. Sürət getdikcə 0-dan -6-ya gedir. Artıb azalır. Yeyinləşən. O zaman qrafikimi necə çəkərəm? Bu şəkildə. Yuxarı. Yeyinləşən. Ondan sonrasında bir yavaşlayan olduğu üçün yenə qrafikimi eyni şəkildə çəkə bilərəm. Bu şəkildə də olar. Sonra bu qrafiki deyən görüm.
Hə, bu şəkildə çəkməyim lazımdır. Başqa cür çəkə bilmərik. Bir də diqqətlə baxın. İstiqamətində yavaşca. Hə, SX istəyir, o hamısı müsbətdə olacaq. Bu şəkildə çəkirsən, burada S-i də fiqurların altında 3 bucaqdır da, 2 dənə 3 bucaq. 3 bucağın sahəsini tapıb toplayırsan, sənə verir yer dəyişmə. Amma nə edirsən, mənfiləri nəzərə almalısan. Yolu istəmir çünki, yer dəyişməni istəyir. Sonra baxıram, nəzərən sürətdir. Deyir cisim yerə nəzərən sürəti uyğun olaraq 3V, V olan 2 dənə eyni istiqamətdə bərabər sürətlə hərəkət edən 2 cismin sürətini 2 dəfə artıracaq. Birincinin ikinciyə nəzərən sürəti necə olar? Gəlin belə baxaq da, necə dəyişər? Gəl birinci halda baxaq. Birinci 3V-dir, ikinci V-dir. Gəl bunu tapaq. Delta V nəyə bərabərdir? Birincinin ikinciyə nəzərən deyir də. Dəyişməyəcək. Yox, dəyişəcək. Niyə dəyişmir? İkisini də 2 dəfə artırır bax. Olsun da. Gəl birdən baxaq, məncə dəyişməlidir. Oldu mən. Mən olmadığım üçün, robot olmadığım üçün hesablamalıyam. Birinci cismin ikinciyə nəzərən. O zaman V-dən 3V-ni nə etməliyəm? Çıxmalıyam. Eləməlidir neçə? -2V. Sonra deyir ki, hər ikisini 2 dəfə artırdım. Birini 2V elədim, digərinə neçə elədim? 6V. 3 dəfə artdı. O zaman neçə oldu? -4V. 2 dəfə artmış oldu. Hə, mən şey elədim. Elə ikisi də 2 dəfə artıb. Mən dəfə olaraq götürdüm onu çıxmaq yerinə. Hə. Ona görə dəyişməz dedim. Onda da vurmada da vurmada da 2 dəfə artacaq. O vurmada lap 8 dəfə artmış olur əgər vursaydın. Sən bölmə olsaydı, hə. O dediyin olardı. Hə, mən şey eləmişəm də, 3V-dən 3 dəfə sürətlidir, 6V-dən 2V-dən. Sən yaxşısı, yaxşı. Hər dəfə belə yaz, gözün qabağında olsun. Oldu mənim. Yaxşı. Sonraya baxaq, gəl. Yazmıram, proyeksiyadır. Bayaqların burada V-dən S-ə keçirdik. İndi S-dən V-yə keçirdik. Zəhmət olmasa bu qrafikləri çəkərək öyrənin. 18-də elədi, 19-da elədi. 20. Hərəkət təcilinin proyeksiyasını istəyir. Proyeksiyanı tapmağı istəyirsizlər. Rahatlıqla hansı düsturdan istifadə? Sükunətdən başlayır, ahəstə ol. Gətirirəm, bilsən hansı düsturu yazıram. S bərabərdir. V0T üstəgəl AT kvadratı bölünsün 2. Sükunətdən başladığı üçün bu da 0-dır. Deyirəm ki, bunun getdiyi yol 5-dən 15-ə gedib. Nə qədər yol gedib? Məhəmməd, nə qədər yol gedib? Baxışdı mənim, nə dediniz bayaq? Deyirəm ki, getdiyi yol 5-dən başlayıb 15-ə gedib. Nə qədər yol gedib? 10. Deyirəm 10 bərabərdir. A-nı bilmirəm. T-ni bilirəm ki, 10 saniyə ərzində gedib. T-nin kvadratı 100 bölünsün 2. Buradan da tapıram. İxtisar gedir. A bərabərdir 5. Aydındır. Yaxşı. Lap düstur da Məhəmməd. Eyni şəkildə 21-də onun kimidir. 22. Gəl 22-ni işləyək marağına. Rıza işte yoxladın testləri. Yoxladım müəllim. Yaxşı. Gözlə bundan sonra sən testlərə baxacağam. Bizdə dəqiqəyə gəlirəm. Ay. Mən rekord edib izah edərəm, baxarsan rekordunda. Avtomobil yolunun 3-dən 2 hissəsini 4 saniyə gedib, qalan yolu isə 6 saniyə getmişdir. Avtomobilin yola görə orta sürət. Orta sürətin düsturu nədir? Ümumi yol bölünsün ümumi zaman. Zaman yoxdur, sürət var. Sürətlərin yerinə nə yazacağım? Burada S1 var, S2 var. Çünki 2 dənə yol gedib. Bir də nə gedib? Sürətlər var. S1 bölünsün V1, üstə gəl S2 bölünsün V2. Gətirib yerinə qoyacağım. Ümumi yola S desəm, S1 nəyə bərabərdir? 3-dən 2S, 1S, üstə gəl 3-dən 1, qalan 3-dən 1-i qalıb da.
3'dən 1s. 3'dən ondan sonra da yuxarıda hesablamadı hamısını. Ümumiyə bura yuxarı s yazacağım. Buradan da yazacağım. 3'dən 2 s bölünsün 4. Üstünə gəlirik. 3'dən 1 s bölünsün neçədə? 6. Bunu hesablamaq lazımdır. Yuxarıda bir dənə s qalır. Aşağıda da s çıxır mötərizə xaricindən. Bunları ortaq məxrəcə gətirmək lazımdır. 6 ilə 4-ə ortaq məxrəc 12-dir. Yuxarı çıxanda 3 gedir. Bu 3 ilə də o ixtisar gedir. Yuxarıda 2 qalır. Üstünə gəlirik. 12 yenə burada. 3'dən 2. Oy, bu nə biçim hesablama. Sonra 12 qalxır yuxarı. O deyir. Bunu belə eləyim. 3 nöqtə. 3'ü 2'yə vurur. 6. Üstünə də 8. 8 qalxır yuxarı. 12 ilə ixtisar gedir. Nəsə ixtisar gedib bu şəkildə bir şeylər qalmalıdır. Gəldim. 3'dən 8'dir də bu. Məhəmməd, bunun arxasını özün hesablayırsan. Mən bir dənə baxsam ona. Bax. O hissəni başdan deyə bilərsiniz. Demək, bilsən nədir? Bu düsturdun. S bölünsün T deyil. Birinci gedilən yolun 3'dən 1 hissəsidir. Yazıram S1'ə 3'dən 1S. İkinci gedilən yol 3'dən 2'dir. Onu da 3'dən 1'dir. Daha doğrusu yazıram 3'dən 1. Ondan sonra gətirib yerinə qoyuram. S1 bölünsün V1 deyil. S1 3'dən 2 S'i bölürəm 4'ə. Üstünə gəlirəm 3'dən 1 S'i bölürəm 6'ya. Sonra S'lər buradan ixtisar gedir zaten. Yuxarıda 1 qalacaq. Sonra aşağının ortaq məxrəci gətirib hesablamalısan. Hesablama uzun çəkir, səbrimiz artmır. Həm də vaxtımız yoxdur o qədər. Yaxşımı? Baxarsan rekord hissəsində bu yerə. Oldu. Yaxşı. Sonra baxmıram, keçib saxlayıram. Qalanı sənə biraz qalsın. Oldu mənim. Yaxşı. Keçək 2025-ə. 10 dəqiqə vaxtımız var çünki. Mən niyə tam çıxdım? Bunu dayandırmalıyam. Tak, tak. Aha, sənədlər. 2025. Məhəmməd, Rıza sualları hazırla. De görüm. Müəllim, mən 2023-dən yazmışdım. Hə, sən 2023-dən yazmışdın. Mən 2025-də idim zaten. Təzədən 2025-ə getdim. Gözlə. Siz demişdiniz ki, 25-i mən izahlayandan sonra çevirəni yazarsınız. Hə. Bunları arada axırların 2025-dən vermişdim. Sən o sıra yox idin. Yaxşı, ver sualları. Dəqiqə mən 14. 162 dənə sual olandan 14. Bu. Dəqiqə. Aha. Sükunət halından deyir, hərəkətə başlayır. V0-ım nədir? 0. Bu qədər təcillə. Təcilimin qiyməti də 0.1 təcillə hərəkətə başlayan ilk 6 saniyə ərzində getdiyi yol. S-in düsturu. V0T üstə gəl AT kvadratı bölünsün 2. V0 0'dır, gedir 0'a. Gətirib yazıram. S bərabərdir. A-mız neçədir? 0.1. Zamanımız 6'dır. 6'ın kvadratı 36 bölürsən 2'yə 18 edir. O da edir 1.8. 15 ilə 16 da var. Onlar da bunun kimi. Onlar da eynidir. Orada da fərqli düsturdan istifadə eləməlisən. Sən düsturları rahat əzbərləmədiyin üçün də bu düsturlarda çətinlik çəkmisən böyük ehtimal. Düsturlara baxırsan. Düsturlar təzədən təkrar edəcəm. Yaxşı. Sonra 20. 20 düsturdur. Baxmıram üzünə. Əzbərləyəcəm. Bəli. Sonra 36. 36. Deyir ki, düz xətli bərabər yavaşlayan hərəkət edən hərəkətdə sürət və təcilin vektorlar arasındakı bucaq. Demişdim ki, nə etməlidir? Yavaşlayırsa nə etməlidir? Sürətlə təcil əks istiqamətdə olmalıdır.
Təcilin istiqaməti bu şəkildədirsə, sürətinki bu şəkildə olmalıdır. O zaman aralarındakı bucaq nə olacaq? 180. 37 mənim. 37-də də dedi ki, yeyinləşən hərəkətdir. Yeyinləşəndə də demişdi ki, eyni istiqamətdə olmalıdır. O zaman aralarındakı bucaq da 0 dərəcə olur. Evet. Sonra 46. 46. 46-ya baxaq. 46. V qrafikindən, VT qrafikindən AT qrafikinə baxırıq. Birinci baxırıq ki, bu hissəyə. V neyinir birinci? X oxunun istiqamətində yavaşlayan hərəkət edir, eləmi? Qrafikin ağzı aşağı olanda təcilin mənfi olmalıdır. Demək, mənfidə sabitləri götürməliyəm. Ya bu, ya da bu. C-dir, Y-dir, B-dir, getdi. Sonra görəm ki, sürətim sabitdir. Mənfi müsbət olacaq, onda deyil də müəllim. Burada bəli, deyil cavab. Hə. Tamam, sonra 59. 59. 59-a baxaq. Bizə nə verib? VT qrafikin verib, getdiyi yolu istəyir, eləmi? S-in düsturu nədir? Bu ne söndü? Aha. S bərabərdir V0T üstəgəl AT kvadratı bölünsün 2. Mən bu tənlikdən V0-ın qiymətini tapa bilərəm. Neçədir V0-ım? 8. Sağ ol. Təcilüm neçədir? Təcil. Bəli. Budur da düsturum V0 üstəgəl AT. V0 tək olan idi. Necə? T'imiz yoxdur müəllim. T'dir 8 üstəgəl 5. Bu nədir? Təcil. Bax, bu nədir? Bu. T deyil. Bu da T'dir. T'nin yanında olan nədir? Təcil. Demək, burada da T'nin yanında olan neçə olacaq? Təcil. O zaman təcilüm neçə olacaq? 5. Sağ ol. Gətirib yerinə qoyursan. Zamanında 4 verib, gətirib yerinə qoyub, həll eləyib tapmalısan. Başa düşdüm. Yaxşı. 60 da onun kimidir. 60 da 10 kimidir. Sadəcə mənfisinə, müsbətinə diqqət elə. Ha, mənfidirsə mənfi yazacaqsan. Məsələn, burada A-mız mənfi 5'dir. O zaman mənfi 5 yazacaqsan düsturunda. 61. 61 deyin 10 kimidir. Nə qədər? Burada deyir ki, burada yox, 60 ilə 61-də fərqli şey soruşur. Getdiyi yol soruşmur. Nə qədər sonra dayanarı soruşur. Dayanar deyirsə əgər mənim son sürətim 0 olmalıdır. Məsələn 15 çıxılsın 5T deyil. Bu 0-a bərabər olmalıdır. Mən buradan T-ni tapmalıyam. Tapacam ki 3'dür. Yaxşı. 61 də onun kimi. Sonra 79. 79. Uşaqlar bitsə vaxt şey eləməyin. 10 dəqiqə sonra təzədən qoşularsınız birdən. Çünki bitən oxşayır. Bizdən nə istəyir? Yer dəyişmə. Təcilimin qiymətini neçə verib? 3. O zaman S-in düsturunu yazdı. V0T. Hamısı düsturları yaxşı bilməməklə ələ gəlir. AT kvadratı bölünsün 2. V0 verib. Bəli. V0'dır. Təcili zamanı da verib, təcili qrafikdən görsən 3. Yerinə qoyub həll eləməlisən. 78 də onun kimi. 78 də onun kimidir. Sonra 118. 118. 118 də bax bayaqki kimi VT qrafikini indi ST qrafikinə çevirir. Bax görürsən ki, birinci necə hərəkətdir? Yavaşlayan hərəkətdir. Mən burada gətirib yavaşlayan hərəkətin qrafiklərinə baxacağam. Ya biri təcilin mənfidir, sürətin müsbət. Sürətimin müsbət olması üçün nə etməlidir? X oxu istiqamətində. Görürəm A-da da C-də də bu X oxunun əksinə hərəkət edib. İkisini də götürmürəm, getdi. X oxu istiqamətində Y-dir, D-dir. Amma burada təcilin mənfi olması üçün qrafikin ağzının yuxarı yox, aşağı olması gərəkir. Y-də və D-də olduğu kimi. Sonra görürəm ki, yeyinləşən hərəkətdir. Yeyinləşən hərəkət özü X oxu istiqamətində. D-yə baxanda görürəm ki, bu yavaşlayan hərəkətdir. Bu olmaz. Amma Y-də görürəm ki, yeyinləşən hərəkətdir. Yazıram yeyinləşən hərəkət Y variantı. Qrafikləri də əzbərləməlisən. Təcillə zəifsən.
Əzbərləyərəm mən. Əla. 130. Sonra 130. 130. 130-da da bax ST qrafikinin tərsini istəyir. VT qrafikinə. Özün evdə işləyərsən, görüm işləyə biləcəksənmi? Əldən Yaxşımı? işləyərəm bunu. Yaxşı. Yaxşı mən. Sonra 141. 141. Deyir ki, x ox istiqamı üzrə hərəkət edən iki sürətdir. Cisimlər arasındakı məsafəni tapır. Bax, cisimlər arasındakı məsafənin tapılması üçün, yəni VT qrafikidirsə, fiqura baxacağıq. Qrafikə. Burada özü ilə danışır. Bax, bu cisim birinci cisimə baxıram. Bu mənim olsun birinci cisim. Birinci cisim həmişə eyni gedəcək. Bax, VT, bura V deyirəm. Bura V0 deyirəm. Burada V deyirəm. Bax, bu şəkildə yazıram. Bu cisim T0 arına gedər. Ancaq hansı sürətlə gedəcək? V vurulsun T sürəti ilə yolu gedər.